Salam əziz şagirdlər. Gəlin belə bir sınağın izahına baxaq. Birinci sualı ilə başlayaq. Deməli, x kök altında y. Əgər x müsbət bir ədəd olsa, ikinci dərəcədən kökün altına daxil eləmək istəsək, x-i ikinci dərəcədən qüvvətə yüksəldirik, kökün altına daxil eləyirik. Əgər x mənfi ədəd olsa, mənfini çöldə qoyur, İkinci dərəcədən kökün altına daxil elədiyimizə görə ikinci dərəcədən qüvvətə yüksəldirik, x kvadratı vurulsun y. Bizə də deyir ki, x sıfırdan kiçikdir. Y isə sıfırdan böyüdür. Yəni x mənfi ədəddir, y isə müsbət ədəddir. Deməli, sürətini olduğu kimi yazdım. Məxrəcdə isə x mənfi ədəd olduğuna görə mənfini çöldə qoyur. İkinci dərəcədən kökün altına daxil elədiyimizə görə ikinci dərəcədən qüvvətə yüksəldirik, vurulsun y. Sürətdən ortaq vuruq çıxardaq. X kvadratları ortaqdır. X kvadratları ortaqdır. Bir də y ortaqdır. Birincidən hamısını çıxartmışam, yerində qalıb 1. İkincidən x kvadratını çıxartmışam. Y kubundan isə 1-ini çıxartmışam. Kök altında da qalır. İkisi kök altında x kvadratı vurulsun y. Bunlar ixtisar gedir. Sürətdə qaldı 1 minus ikinci dərəcədən kökün altında y kvadratı. Məxrəcdə də qalıb mənfi 1. İkilər gedir. 1 minus y bölünsün mənfi 1. Bu da bizə verir. 1-i mənfi 1-ə böləndə mənfi 1. Mənfi y-i mənfi 1-ə böləndə müsbət y. Yəni y çıxılsın 1. B variantı. İkinci sualımızın izahına gəlin baxaq. Kökdə 14 üstəcə kökdə 21 çıxılsın kök altında 63. Deməli, kökdə 14-ü yazacağım. Kökdə 2 vurulsun. Kökdə 2 vurulsun. Kökdə 7. Kökdə 21-i yazıram. Kökdə 3 vurulsun. Kökdə 7. Çıxılsın. Kökdə 63-ü yazıram. Kökdə 9 vurulsun. Kökdə 7. Məxrəcdə də hər biri kökün altındadır. 3-ü də yazaq kökün altında. Kök altında 3-ün kvadratı eləyir 9. Çıx kökdə 3. Çıxılsın kökdə 2. Baxıram, sürətdə ortağım kökdə 7-dir. Yəni, hər birində ortaq vuruq kökdə 7-dir. Deməli, hər birində ortaq vuruq kökdə 7-dir. Kökdə 7-ni biz gəlin mötərizə xaricinə çıxardaq. Kökdə 7 vurulsun. Birincidə qalır kökdə 2, üstə gəl kökdə 3 çıxılsın kökdə 9. Məxrəcdə də mənfiləri mötərizə xaricinə çıxarsaq, kökdə 2 plus kökdə 3 minus kökdə 9. Bunlar eynidir. İxtisar getdi. Kökdə 7-ni də mənfi 1-ə böləndə mənfi kökdə 7. Cavab olur D variantı. Üçüncü sualın izahına gəlin baxaq. Kök altında 7 tam 10-da 5. Kəsr şəklində yazanda, yəni kök altında 75 bölünsün 10. Hər ikisini, yəni sürəti də, məxrəci də gəlin 5-i ixtisar eləyək. 2, sürətdə də qalır 15. Deməli, kökdə 15-i mən yaza bilərəm. Kökdə 3 vurulsun kökdə 5. Məxrəci də yazaram kökdə 2. Kökdə 3-ün cavabını bizə verib. Kökdə 3-ün cavabını burada bizə verib y. Kökdə 5-in cavabını verib z. Kökdə 2-nin də cavabını verib x. Yəni, kökdə 2 x-a bərabərdir. Kökdə 3 y-ə bərabərdir. Kökdə 5 isə z-ə bərabərdir. Yəni, y vur z bölünsün x. B variantı. Dördüncü suala baxırıq. Dördüncü sualda biz tək ədədləri 2n plus 1 ilə işarə eləyirik. Cüt ədədləri isə 2n ilə işarə eləyirik. 2n plus 1-ci dərəcədən a üstü 2n plus 1 bərabərdir a-ya. Yəni, tək dərəcədən özü çıxır. 2n plus 1-lər gedir, özü çıxır. Cüt dərəcədən
2n-ci dərəcədən a üstü 2n-lər gedir, modulda a çıxır. Yəni cüt dərəcədən modulda çıxır. A əgər müsbət ədəddirsə, moduldan özü çıxır, mənfidirsə, əksi çıxır. Gəlin baxaq 4-cü suala. 4-cü sualda yazılmayan uşaqlar dərəcəsi, yəni 2 deməkdir. 2-lər bir-birini aparır, modulda çıxır 3 minus kök altında 11. Bir dəqiqə. Üç minus kök altında 11 çıxılsın. Çıxılsın. 2-lər burada da bir-birini aparır. 4 plus kök altında 11. Baxırıq birinci modul nədir? Birinci modul 3-ü əgər biz kökün altında yazsaq, kök altında 9 eləyir. Kök altında 9-dan kök altında 11 çıxanda bu mənfi ədəddir. Modulun içi mənfi olduğuna görə moduldan əksi çıxır. Yəni mənfi 3 minus kök altında 11 çıxdı. Çıxılsın. 4 plus kök altında 11 isə onsuz da cəm olduğuna görə modulun içi müsbətdir. Moduldan özü çıxır. 4 plus kökdə 11. Gəlin mötərizəni açaq. Birinci mötərizənin qarşısında mənfi olduğuna görə, mənfiyə görə açaq. 3 müsbət ədəddir, mənfiyə görə olur mənfi 3. Kökdə 11 mənfi ədəddir, olur müsbət kökdə 11. Digər mötərizənin də qarşısında mənfi var. Mənfi varsa, əksini çıxardırıq. 4 müsbət ədəddir, olur mənfi 4. Kökdə 11 müsbət ədəddir, olur mənfi kökdə 11. Müsbət kökdə 11, mənfi kökdə 11 bir-birini aparır. Mənfi 3 çıx 4 bizə verir mənfi 7. Bu deyir A variantı. Baxırıq 5-ci suala. 5-ci sualda modulları cəmi deyir 0-a bərabərdir. Modulları cəmi biz bilirik ki, 2 müsbət ədədin cəmi 0 eləyə bilməz. Bu halda mümkün olar ki, hər bir modulun özü 0-a bərabər olsun. Yəni, modulda 4x minus 12, üstəgəl modulda 7y üstəgəl 14 bərabərdir 0. Yəni, hər bir modul nəyə bərabər olsun? 0-a bərabər olsun. 4x minus 12 bərabərdir 0-a. 7y üstəgəl 14 bərabərdir 0-a. Birinci tənliyi həll eləyək. 4x bərabərdir. Mənfi 12 sağa keçir, olur müsbət 12. X də bərabərdir. 12-ni 4-ə böləndə olur 3. 7y bərabərdir. Müsbət 14 sağa keçəndə olur mənfi 14. Y bərabərdir. Mənfi 14-ü 7-yə böləndə mənfi 2. Yəni, y bərabərdir mənfi 2. X bərabərdir 3-ə. Deməli, 3-dən də mənfi 2-nin cəmi eləyir müsbət 1. Cavab eləyir A variantı. Baxaq 6-cı suala. 6-cı sualda x kvadratı minus 4x üstəgəl m bərabər 0. Bu çevrilmiş kvadrat tənliyidir. Deməli, kökləri cəmi bərabər olacaq. B-nin əksinə, bizdə B mənfi 4-dür. Əksi eləyir müsbət 4. Kökləri hasili isə eləyir m. Bu qalsın. İndi bizə deyir x1-in kvadratı vurulsun x2, üstəgəl x1 vurulsun x2-nin kvadratı bərabərdir mənfi 12. Ortaq vurğun mötərizə xaricini çıxardaq. x1-in kvadratı x1 üstü 1. Ortaq qüvvəti kiçik olanı götürürəm. x2-nin üstü 1, burada isə 2-dir. Qüvvəti kiçik olan x2 üstü 1-dir. Çıxartdım. Deməli, x2 üstü 1-i çıxartmışam. Digərində x1-in kvadratıdır. 2 dəndən birini çıxartmışam. Qalır x1 üstəgəl x2 bərabərdir mənfi 12-yə. Deməli, x1 vurulsun x2 m-dir. x1 plus x2 isə 4-ə bərabərdir. O da bərabərdir mənfi 12. M də bərabərdir mənfi 12-ni bölürük 4-ə. O da eləyir mənfi 3. Deməli, M aldıq mənfi 3. E variantı. Baxırıq 7-ci suala. 7-ci sualda bizə deyir ki, x kvadratı üstəgəl 3x
Üstəgəl 2a çıxılsın 8 bərabər 0. Bu tənliyin köklərindən biri 1 olarsa, yəni bunun kökləri biri x1-dir. Digəri nə olacaq? x2. Köklərindən biri 1-dir. Köklərindən biri 1-dir. Yəni x bərabərdir 1. Yəni x-in yerinə 1 qiymətini qoysam, bu 0-a bərabər olmalıdır. 1-in kvadratı. Üstəgəl 3 vurulsun 1. Üstəgəl 2a çıx 8 bərabərdir 0. 1 üstəgəl 3, üstəgəl 2a çıxılsın 8 bərabərdir 0. 2a bərabərdir. Mənfi 8 sağa keçdi oldu müsbət 8. Müsbət 4 sağa keçdi oldu mənfi 4. 2a bərabərdir 4-ə. A da bərabər olur 2-yə. A-nı da istəyirdi bizdən. Ona görə A bərabər olur 2. Deməli, baxırıq 8-ci suala. 8-ci sualda deyir ki, x kvadratı çıx 7x minus n plus 2 bərabərdir 0-a. Deməli, çevrilmiş kvadrat tənliyidir. Çevrilmiş kvadrat tənliyidir. Deməli, Viet teoreminə görə kökləri cəmi B-nin əksidir. B mənfi 7-də əksi olur müsbət 7. Kökləri hasili isə sərbəst həddir. Sərbəst həddimizdə baxın, mənfi m plus 2. Yazıram. Kökləri hasili bərabərdir. Mənfi m plus 2. Bu qalsın yaddaşda. İndi gəlin tənliyimizi həll eləyək. Deməli, bizə deyir ki, 4x1 çıx 3x2 bərabərdir 7. Mənə köklərin cəmini verib x1 plus x2 bərabərdir 7. Deməli, mənfi olan budur. Gəlin aşağıdakı tənliyi 3-ə vuraq. 3x1, 3x2, 3-ü 7-yə vuranda bu da eləyir 21. 21. Toplayaq. Mənfi 3x2, müsbət 3x2 gedir. 4x1-dən 3x1-i toplayanda eləyir 7x1. 7-dən də 21-i toplayanda bu da eləyir 28. x1 bərabərdir 4-ə. Gəlin x2-ni tapaq. x1-dən x2-nin cəmi 7 vermişdi bizə. Yəni x1 üstəgəl x2 bərabərdir 7 idi. x1 4-dür. 4 üstəgəl x2 bərabərdir 7-yə. x2 də bərabər olur 7-dən 4 çıxanda 3-ə. Deməli, x1-in yerinə gəlin yazaq. 1-nə yazaq 4, 1-nə yazaq 3. Deməli, mənfi m plus 2 nəyə bərabər olur? Bunu yuxarıdan qeyd eləyirəm. Deməli, 4 vurulsun 3 bərabərdir 12, bərabərdir mənfi m üstəgəl 2. Mənfi m bərabərdir 12-dən 2 çıxanda eləyir 10. M də bərabərdir mənfi 10-a. Deməli, m aldıq mənfi 10. Cavab B variantı. Keçək 9-cu suala. Deməli, kəsiri ixtisar eləyim bizə deyir 9-cu sualda. Deməli, gəlin 2-2 qruplaşdıraq sürəti. X kubu çıxılsın 3x kvadratı ilə. Mənfi x üstəgəl 3-ü isə 1 qruplaşdıraq. Deməli, mənfi x üstəgəl 3-ü də 1 qruplaşdırıq. Sürəti təzədən yazıram. Bərabərdir. X kubu çıx 3x kvadratında ortaq vuruq x kvadratıdır. X kubundan mən x kvadratının mötərizə xaricini çıxardım. Yəni 3 dənə x-dən 2-sini çıxartmışamsa 1 dənəsi qalır mötərizə daxilində. Çıxılsın 3x kvadratına x kvadratını çıxartmışamsa yerində də qalır 3. Çıxılsın x plus 3-dür. Mənfini mötərizə xaricini çıxartdım. X. Müsbət 3 alınmasını yazıram. Mənfi 3. İndi gəlin məxrəcə baxaq. Deməli, məxrəcdə x minus 1 üstü 7, üstəcə 1 minus x qüvvəti 7-dir. Deməli, bu misalda mən əgər x çıxılsın 1 üstündə 7 yox, əgər bu cüt dərəcədən qüvvət olsaydı, məsələn 2, 4, 6 fərq yoxdur. Məsələn, olsun 6. Bu bərabər olacaqdı 1 minus x üstündə 6-ya. Məsələn, 3-ün kvadratı bərabərdir mənfi 3-ün kvadratına. Düzdür?
İndi baxaq buna. X minus 1 üstü 7. X minus 1 üstü 7 uşaqlar mənfi 1 minus x üstü 7-yə bərabərdir. Yəni bu ədədlər bir-birinin əksidir. Yəni üstündəki tək dərəcə gördünüz. Bunlar bir-birini eləyir, aparır. Bunlar bir-birini aparır. Yəni x minus 1 üstü 7 1 minus x üstü 7-nin əksidir. Məxrəcdə qaldı deməli 4 çıxılsın. Məxrəcdə qaldı 4 çıxılsın. X minus 1 üstündə 2. 4 2-nin kvadratıdır. Yazırıq 2 üstündə 2. Bu da müxtəsər vurma düsturudur. Yəni 4-ün kvadratı, 2-nin kvadratı daha doğrusu çıxılsın x minus 1-in kvadratı. Bunu da müxtəsər vurma düsturuna görə gəlin açaq və burada qeyd eləyək. Deməli, gəlin məxrəci indi vuruqlarını ayıraq. 2 çıxılsın x minus 1. Bir dəfə də yazırıq 2 üstəgəl x minus 1 bərabərdir. Deməli, sürətdən x minus 3-ü gəlin mötərizə xaricini çıxardaq. X minus 3-ü mötərizə xaricini çıxardaq. Deməli, burada qaldı x kvadratı çıxılsın. X minus 3-ü də çıxartdım, yerində qaldı 1. Məxrəci də yazırıq. X minus 1-in məxrəcdə qarşısına mənfi olduğuna görə gəlin açaq. 2 çıxılsın x. Mənfi olur müsbət 1. İkinci mötərizədə x plus 1, minus 1-in qarşısında müsbət var. Yəni onu da yazırıq 2 üstəgəl x minus 1. Yəni müsbət olduğuna görə x minus 1 özünü yazırıq. Özü çıxır. X minus 3. X kvadratı çıxılsın 1. 1 nəyin kvadratıdır? Elə 1-in kvadratıdır da. Bir dəfə fərqi, bir dəfə cəmi müxtəsər vurma düsturudur. Bunu qeyd eləyək müxtəsər vurma düsturun burada. Yəni a kvadratı çıxılsın b kvadratı bərabərdir. A çıxılsın b. A üstəgəl b. Birinci ədədim A-dır, ikinci ədədim B-dir. 2 üstəgəl 1 olur 3 minus x. 2 çıxılsın 1 olur x plus 1. X plus 1-lər gedir. Deməli, x minus 3. X minus 3. Qarşıya mənfini çıxartsam, mənfini çıxartdığıma görə x olur mənfi x. 3 isə olur müsbət 3. Yaxşı. Deməli, bunu silirəm. X minus 3-ün yerinə yazıram. Mənfi 3 minus x. Yəni, bir-birinin əksidirlər. Bunlar gedir. Qalır cavabım mənfi x çıxılsın 1. Yazıram. Mənfi x çıxılsın 1-i də mötərizədə yazıram. Gəlin, mötərizənin qarşısına mənfi var. Mənfiyə görə açaq. Olur, x müsbət ədəddir. Olur mənfi x. 1 də olur müsbət 1. Mənfi bizə verir müsbət. Bu da oldu müsbət 1. Cavabım oldu 1 minus x. Cavab C variantı. Getdik digər suala. Deməli, cüt dərəcədən kökün altı həmişə müsbət olmalıdır. Deməli, biz hər bir kökün altını sıfırdan böyük bərabər götürüb həll eləməliyik. Yazıram. Deməli, 3a minus 18 böyük bərabərdir sıfırdan. 3a böyük bərabər olur 18-dən. A da böyük bərabər olur. Hər tərəfi müsbət 3-ə böldüyümə görə işarəni dəyişmirəm. Böyük bərabər 6. 30 çıxılsın 5a böyük bərabərdir 0. Mənfi 5a böyük bərabərdir mənfi 30-dan. A-nın qarşısındakı əmsal mənfi 5-dir. Hər tərəfi mənfi 5-ə böləndə mənfi 5 mənfi ədəd olduğuna görə 0-dan kiçikdir. Ona görə işarəni əksinə dəyişirəm. Mənfi 5a-nı mənfi 5-ə böləndə qalır A. Mənfi 30-dan mənfi 5-ə böləndə qalır 6.
Deməli, həm aldım cavabımı 6-dan böyüklər, həm də 6-dan kiçiklər. Deməli, bunun yalnız o halda mümkün olar ki, 6-dan böyük qiymət götürsəm, baxın, bunu ödəyəcək, bunu ödəməyəcək. 6-dan kiçik qiymət götürsəm, bunu ödəyəcək. Baxın, bunu ödəməyəcək. Bunu ödəməyəcək. Deməli, bunun yalnız cavabı A6-ya bərabər olduqda doğrudur. Digərində isə kökün altı 2A kvadratı üstəcə 28-dir. A kvadratı həmişə müsbət ədəddir. Müsbət ədədi 2-yə vuranda o da müsbət eləyir. Müsbət ədədin üstünə 28 gələndə təbii ki, bu həmişə müsbət ədəd olacaq da. Deməli, A-nın yalnız 6 qiymətini qoyuram yerinə. Gəlin kökün cavabını hesablayaq. A-nın yerinə 6 qoyduqda birinci kökümüz alınır. 3 vur 6 minus 18. Üstə gəl, kök altında 30 çıxılsın. 5 vur 6. Üstə gəl. 2 vurulsun. 6-nın kvadratı üstə gəl 28. Üstə gəl 6. Bu da bərabərdir. 3 vur 6 18. 18-dən 18 çıxanda 0 eləyir. 5 vur 6 30. 30-dan 30 çıxanda bu da eləyir 0. Digəri 36-nın kvadratı 6-nın kvadratı 36. 36-nı 2-yə vuranda 72. 72-nin üstünə 28 gələndə 100. Kökdə 100-dən də çıxır 10 üstə gəl 6 eləyir 16. Bu da cavab bizə verir E variantı. Baxırıq 11-ci suala. Deməli, 11-ci sualda M-in hansı qiymətində x-3 iki ədlisi verilən çoxədlinin vurğu olar. Vurğu olar o deməkdir ki, yəni x-3-ü biz 0-a bərabər eləsək, x bərabər olar 3-ə. Yəni, vurğu o deməkdir ki, yəni x-in 3 qiymətində biz bu çoxədlinin yerinə x-in yerinə 3 yazsaq, bu 0-a bərabər olar. Gəlin, baxaq. Yəni, deyir ki, 2x kvadratı çıx 3x minus m-in vurğularından biri x minus 3-dür, biri də hansısa bir A ədədidir, A çoxədlisidir. Baxın, belə deyək, A çoxədlisidir. Vurğularından, bax, bunu 0-a çevirən qiymət x-in 3 qiymətində 0-a çevrilir. Bu olur 0. Yəni, biz bu tərəfə də x-in yerinə 3 qoysaq, bu da olacaq 0. Gəlin, baxaq. 2 vur, x-in yerinə 3 yazıram. 3-ün kvadratı. Çıx 3 vurulsun. 3 minus m bərabərdir 0-a. 3-ün kvadratı 9, 2-yə vuranda 18, çıx 9, çıx m bərabərdir 0. 18-dən 9 çıxanda eləyir 9, çıx m bərabər 0. M də bərabər olur 9-a. Cavab da olur D variantı. Niyə belə oldu? Cavab da oldu D variantı. 12-ci suala gəlin, baxaq. 3 bucaq sualıdır. Deməli, 3 bucağın gəlin şəklini çəkək. Deməli, mən S-ni təpəyə yazıram. Daha yaxşı görək deyə. S, A, B. S-dən tən bölən çəkilib. Bura olub M. BS 8-dir, AC 9-dur. Deməli, uşaqlar, AC-nin tənbələn xassəsinə görə AC-nin BC-yə olan nisbəti, belə yazaq burada. AC-nin BC-yə olan nisbəti bərabərdir AM-in MB-yə olan nisbəti. Tətbiq eləsək, AC deməli 9-dur, BC 8-dir, AM bölünsün MB. Deməli, AM 9K-dır, MB 8K-dır. Yerinə yazıram, AM-ə yazıram 9K, MB-yə yazıram 8K. İndi bizə deyir ki, AM çıx
Bizə deyir AM minus MB məxrəcdə AM. AM 9K çıx 8K bölünsün 9K. O da bərabərdir K böl 9K, yəni 9'da 1. 13-cü suala baxaq. Deməli 13-cü sualda bizə deyir tərəfləri 12, 15, 18 olan üçbucaq verilib. Kiçik tərəflərə toxunan. Bax çevrəyə toxunan tərəflər bir AB tərəfidir. AB tərəfidir. Bir də ki. Afərin. AB tərəfidir. Bir də ki BC tərəfidir. Çevrəyə toxunan tərəflər. Deyir ki, B nöqtəsindən kiçik tərəflərə toxunan. Kiçik tərəflərə toxunan. Deməli, mənim kiçik tərəflərim 12 və 15'dir. Mərkəzi böyük tərəfin üzərində olan. Böyük tərəfi isə 18'dir. Deməli, AC 18'dir. Kiçik tərəfləri toxunduğuna görə toxunan tərəflər olur 12, 15. Böyük tərəf isə olur 18. Yəni A'dan C'yə qədər olan məsafə 18'dir. Deməli, B nöqtəsindən çevrəyə 2 dənə toxunan çəkilib. AB toxunanı, bir də BC toxunanı. Bu zaman mən B nöqtəsindən O nöqtəsini birləşdirsəm, BO ABC üçbucağının tənbələni olacaq. Bunu bölür alfa, alfa. A'dan C'yə qədər məsafə 18'dir. Mən AO'ya X desəm, OC olur 18 çıxılsın X. Sonra isə toxunan tənbələnin xassəsini gəlin tətbiq eləyək. 12'nin X olan nisbəti bərabərdir 15'in 18 minus X olan nisbətinə. Deməli, 12 və 15 hər biri 3'ə bölündüyünə görə 12'ni 3'ə bölək eləyir 4, 15'i 3'ə bölək eləyir 5. Çarpaz vuraq, yəni 4 vurulsun 18 minus X bərabərdir 5 vurulsun X-a. 4 vur 18, 72 çıx 4X bərabərdir 5X-a. 5X-a. Mənfi 4X sağa ataq. 72 bərabərdir 5X üstəgəl 4X. 9X 72'yə bərabərdir. X da bərabərdir 8'ə. Deməli, X aldıq 8. Deməli, A'dan O'ya qədər məsafə 8'dir. O'dan C'yə qədər məsafə 10'dur. Bizə deyir ki, çevrənin mərkəzinin bu tərəflərdən ayırdığı böyük parça. Böyük parça deməli nəyə bərabərdir? 10'a. Variantları səhv veriblər. AO 8 olur, OC isə 10 olur. Deməli, 14-cü sualda kater A məntəqəsindən B məntəqəsinə 3 saata gedir, 4 saata qayıdır. Sal bu məsafəni neçə saata gedər? Deməli, A məntəqəsindən B məntəqəsinə kater 3 saata gedir, 4 saata qayıdır. Tez gedir, gec qayıdır, 1 saat gec qayıdır. Tez gedirsə, deməli, V kater çayın axma istiqamətində hərəkət edib ki, daha tez çatıb da. V kater üstəgəl V çay. Deməli, V kater üstəgəl V çay bu məsafəni A'dan B arasındakı məsafəni 3 saata gedir. İndi baxın, eyni istiqamətdə gedirdi. İndi bax, qaydanda çayın axma istiqamətinin əksinə olduğuna görə V kater olur, çıxılsın V çay. V kater çıxılsın V çay. Bu məsafəni 4 saata gedir, o da bərabər oldu S-ə. Bizdən isə sal bu məsafəni neçə saata gedər? Sal biz bilirik ki, sal taxta parçasıdır. Yəni çayın V sal V çaya bərabərdir. Yəni biz tapmalıyıq ki, V çay vurulsun T bərabərdir S-ə. Yəni V çay bərabərdir zaman istəyir, bağışlayın. T bərabərdir S bölünsün V çay. Biz bunu tapmalıyıq. Saat istəyir bizdən. Gəlin baxaq.
Vurub atsaq 3v kater üstəcə 3v çay bərabərdir S-ə. Aşağıdakını da gəlin vurub açaq. 4v kater çıxılsın 4v çay bərabərdir S-ə. Baxın, sağ tərəflər bərabər olduğuna görə mən sol tərəfləri də bir-birinə bərabər götürüb həll eləyirəm. Deməli, 3v kater üstəcəl 3v çay bərabərdir 4v kater çıxılsın 4v çaya. Çayları bir tərəfə yığaq, v katerləri bir tərəfə yığaq. Deməli, mənfi 4v çayı atırıq digər tərəfə, 3v kateri də atırıq sağ tərəfə. Oldu 4v çay üstəcəl 3v çay bərabərdir 4v kater. 3v çay müsbətdir, atdıq sağ tərəfə, oldu mənfi. Bu da eləyir 7v çay bərabərdir v kater. Deməli, biz demişdik ki, v kater üstəcəl v çay vurulsun 3 bərabərdir S-ə. V katerin yerinə yazırıq uşaqlar. V çay, 7v çay. V katerin yerinə yazırıq 7v. Deməli, V katerin yerinə yazırıq 7 dənə V çay. Vur 3 bərabərdir S-ə. Olur 8v çay. Vurulsun 3 bərabərdir S-ə. V çay bərabərdir 8-i 3-ə vuranda eləyir 24. S bölünsün 24. Yəni, baxın. 24-dən V çayın yerini dəyişəndə 24 bərabərdir. S bölünsün V. Biraz yuxarıdan yazın. 24 bərabərdir. S bölünsün V çay. Deməli, biz də bayaq axtarırdıq ki, T bərabərdir S bölünsün V çay. Yəni, bizim çayın axma sürəti salın axma sürətinə bərabərdir. S-i V çaya böləndə alırıq ki, salın getdiyi vaxtı, zamanı. Deməli, T bərabər olur 24-ə. 14-ün cavabı olur 24. 15-ci sualda 70% spirt almaq üçün 80%li 40 litr spirt məhluluna nə qədər su əlavə etmək lazımdır? Deməli, 40 litr 80% spirt məhluldur. 40 litr 80% spirt məhluldur. Nə qədər su əlavə eləyirik? Suyun nə qədərdirsə, deməli, x-da məchuldur. Nə qədər əlavə eləyirik? Su əlavə eləyiriksə, onun faizini uşaqlar 0 götürürük. Əgər su yox, spirt desəydi, spirtin isə faizini 0 yox, 100 götürürük. Suyun faizini 0 götürürük, spirtin faizini 100 götürürük. Deyir, əlavə etsəydik, əlavə etmək, yəni toplamaq. Artıq məhlulum oldu 40 plus x. Deyir, bu alınan bu məhlul, deyir 70% olsun. Faizin də altına yazıram 70. Qarşı-qarşıya vururam. 40 vur 80, üstəcəl x vurulsun 100, bərabərdir 40 plus x vurulsun 70-ə. X vur 0 getdi. Oldu 40 vurulsun 80, bərabərdir 40 plus x vurulsun 70. Sıfırların gəlin birini aparaq. 320 bərabərdir 280, üstəcəl 7x. 7x bərabərdir 40-a, x da bərabərdir 40 böl 7. Deməli, 16-cı suala baxırıq. 16-cı sualda bizə deyir ki, x kubu üstəcəl 1 bölünsün x kubu bərabərdir 18. Gəlin bu düsturu kublara görə açaq. X plus 1 bölünsün x. X kvadratı. Deməli, burada plusdursa, kublarda artıq olur minus. X vurulsun 1 bölünsün x. Üstəcəl 1 bölünsün x-in kvadratı bərabərdir 18-ə. X plus 1 bölünsün x. X kvadratı çıxılsın. X-i x-a 1-ə vuranda eləyir 1. Üstəcəl 1 böl x kvadratı bərabərdir 18.
Deməli, x kvadratı üstəcə 1 bölü x-in kvadratını necə yaza bilərik? Onu da yazarıq. X plus 1 bölünsün x-in kvadratı. Birincinin kvadratı verir x kvadratı. İkincinin kvadratı verir 1 bölü x kvadratı. Plus birinci ilə ikincinin hansının 2 misli var. Yəni plus 2 var. Artıq biz buradan 2-ni çıxmalıyıq. 2-ni çıxanda çıxda 1 var. Çıx 2, çıx 1 bölür çıxılsın 3. Bərabərdir 18-ə. X plus 1 bölünsün x-a bir t əvəzləməsi aparsaq, t vurulsun, t kvadratı çıxılsın 3 bərabərdir 18-ə. Yəni t kubu minus 3t minus 18 bərabərdir 0. Bu yalnız t bərabərdir 3 olanda doğru olar. 3-ün kubu 27. Çıx 3 vur 3 9 çıxılsın 18 bərabər 0. Yəni 0 bərabər 0 şərti ödənir t-nin 3 qiymətində. Əgər bu çətin gəldisə, başqa yol nədir? Başqa yol uşaqlar. Deməli, x plus 1 bölünsün x-a bir hərfdən işarə eləyirəm. X plus 1 bölünsün x-a bir a hərfi ilə işarə eləyirəm. Hər iki tərəfi kuba yüksəldirəm. Yəni x plus 1 bölünsün x-in kubu bərabərdir a-nın kubuna. Birincinin kubu üstəcəl ikincinin kubu üstəcəl 3 vurulsun, birinci vurulsun. Birincinin kvadratı vurulsun, ikinci üstəcəl 3 vurulsun, birinci vur, ikincinin kvadratı bərabərdir a-nın kubuna. Məncə bu daha rahat gələr sizə. Yazıram. X kubu üstəcə 1 bölünsün x-in kubu üstəcə 3 vurulsun. X kvadratını x-a böləndə qalır x. Üstəcə 3 vurulsun. X kvadratı yəni x-a böləndə məxrəcdə x qalır. Yəni 1 bölünsün x. Bərabərdir a-nın kubu. Bunu 1-də yazmayayım deyə uşaqlar. Baxın, hər ikisində 3 var. Gəlin 3-ün mötərizə xaricinə çıxardaq. 3-ün mötərizə xaricinə çıxardaq. X kubu üstəcə 1 bölünsün x-in kubuna. Mən 18 yəni mənə 18 verib. Baxın. verib. Misalın özündə. Yerinə yazıram. 18 üstəcəl 3 vurulsun. X plus 1 bölünsün. X-i mən nə ilə əvəz eləmişdim? X plus 1 bölünsün. X-i a ilə əvəz eləmişdim. A bərabərdir a-nın kubuna. İndi qiymətlər verirəm. A-ya verirəm 1. A-ya 1 verəndə 18 üstəcəl 3 bərabərdir 1-ə. Ödəmədi. 2 qiyməti verirəm. 18 vurulsun. 18 üstəcəl 3 vur 2 bərabərdir 2-nin kubu 8. Ödəmədi. İndi 3 verirəm. Bu misallar elə rəqəmlər qoyurlar ki, yəni rəqəmlər tez alınan ədədlər olsun. Yəni böyük rəqəmlər qoymurlar. 3 vur 3 bərabərdir 3-ün kubu. Deməli 3 qiymətini də ödədi. Cavab oldu. Misalın cavabı oldu 3. Baxırıq 17-ci suala. Məxrəci 350 olan düzgün kəsirlərdən neçəsini sonlu oluq kəsir şəklində göstərmək olar? Birinci gəlin sadə vuruqlara ayıraq. 350-ni sadə vuruqlara ayıraq. 350 35 vurulsun 10. 35 yazırıq. 5 vur 7, 10'u yazırıq, 2 vur 5. Deməli, oldu 350 ədədi 2 üstü 1, 5 üstü 2, 7 üstü 1. Sonlu onluq kəsir nə deməkdir? Sonlu onluq kəsir məxrəc 2-lərdən və 5-lərdən ibarət olmalı. Deməli, baxın, 2 var, 2 var, 5 də var, artıq olan burada 7-dir. 7-ni silirəm. 2 üstü 1 vur 5 üstü 2 neçə eləyir? 50. 25 vur 2 eləyir 50. Yəni məxrəci 50 olan neçə dənə düzgün kəsir var? 49 dənə. Yəni 50-dən çıxırıq 1-i 49. Yəni 50-də 1, 50-də 2, axırıncısı olacaq 50-də 49. Məxrəci 50 olan 49 dənə
kəsrlərdə, məxrəci 50 olan kəsrlərdən 49-un sonlu kəsrində göstərmək olar. Kvadratı üstəgəl 5x üstəgəl 4a bərabərdir 0. Kvadrat tənliyi olması üçün a fərqli olmalıdır 0-dan. Düzdür? Kvadrat tənliyi nə vaxt bir həlli olur, yeganə həlli olur? Diskriminant 0-a bərabər olandır. Diskriminantı tapırıq. B kvadratı çıxılsın 4a, yəni 25 çıxılsın 4 vur. A-sı a-dır, C-si də 4a-dır. Bərabərdir 0. 25 çıxılsın 16a kvadratı bərabərdir 0-a. 16a kvadratı bərabərdir 25-ə. A kvadratı bərabərdir 25 bölü 16. A da bərabər olur. A1 bərabərdir 5 bölü 4. A2 bərabərdir mənfi 5 bölü 4. Deməli, bir həllim 5 bölü 4-dür. Digər həllim mənfi 5 bölü 4. İndi baxırıq. Bu A-nın uşaqlar 0-a bərabər, 0-dan fərqli olan haldır. A 0-a bərabər olsa bəs necə olacaq? A 0-a bərabər olsa artıq kvadrat tənliyi olmur. Deməli 0 vur x kvadratı üstəgəl 5x üstəgəl 4 vur 0 bərabər 0. Bu da 0-dır. Digəri də 5x bərabər 0, x də bərabərdir 0-ı 5-ə böləndə 0. Deməli 3 dənə həll oldu. Bunda da x bərabər 0 nədir? Bir dənə həldir də yeganə həldir. Deməli A-nın 0 alında, buna da yazaq 3-cü. Birində 5 bölü 4 alında, digərində mənfi 5 bölü 4, bir də A-nın 0 alında. İndi baxırıq 19-cu suala. Deməli 19-cu suala hər şagirdə sayını x-dan işarə eləsə, hər şagirdlərin sayına x desə, hər şagirdə 2 dəftər paylanarsa, 17 dəftər artıq qalır. 2x üstəcə 17. Hər şagirdə 3 dəftər paylanarsa, x dənə şagirdə 3x, 5 dənə dəftər çatmaz. Çıx 5. Gəlin tənliyi həll eləyək. 17 mənfi 5-i atıram. Sola olur müsbət 5. 3x sağdadır yazdım. 2x atıram sağa olur mənfi 2x işarəsini dəyişir. Yəni x bərabərdir 22. Yəni 22 şagird var. 20-ci suala baxaq. 20-ci sual belədir. P kvadratı bölünsün 100% həmişə azalar. Yəni P-ni yerinə yazıram 25. 25-in kvadratı bölünsün 100% həmişə nə olar? Azalar. Bu da eləyir 625-i 100-ə böləndə 6,25% azalar. İndi baxırıq 21-ci suala. 21-ci sualda bizə deyir ki, eyniyət çevrilmələrin köməyi ilə bu ifadənin ən kiçik qiymətini tap x-dir. 2 vur x, vur ikinci. 2x-i nəyə vuranda 6x eləyir? 2x-i 3-ə vuranda eləyir 6x. Deməli, mənim ikinci ədədim üst-üstü. Üstəcə 3-ün kvadratı. Üstəcə nəyin kvadratı y kvadratı eləyir? Y-in kvadratı. Üstəcəl 2 vurulsun. 2 uşaqlar düz surda var. 2 vur birinci, vur ikinci. 2y-i nəyə vuranda 2y eləyir? 1-ə. Üstəcəl 1-in kvadratı. 1-in kvadratı. Bu eləyir müsbət 9, bu eləyir müsbət 1. 9-un üstünə 1 gəndə eləyir 10. Müsbət 10-dur. Müsbət 10-dan nə çıxanda mənfi 13 alınır? Müsbət 10-dan mənfi 23 çıxanda mənfi 13 alınır. Düzdür? Buraya yazıram, çıxılsın 23. Deməli, birinci ədədim x idi. Baxın, bura baxırıq. X. İkinci ədədim 3-dür. İkinci ədədim 3-dür. Bunu yazıram. X plus 3-ün xaricdən kvadratı. Üstəcə birinci ədədim burada y-dir. İkinci ədədim 1-dir. Yazıram y üstəcə 1-in xaricdən kvadratı. Çıx 23. Buradan bura qədər bir düsturuydu. Y-dən də 1-ə qədər bir düsturuydu. Çıxılsın 23 qıraqda. Mötərizənin kvadratın ən kiçik qiyməti, bunun ən kiçik qiyməti 0-dır. Niyə? X-in mənfi 3 yerində bu mötərizə 0-a çevrilə bilir. Y plus 1 də 0-a çevrilə bilir. Bunun da ən kiçik qiyməti 0-dır. Yəni, mənfi qiymət də qoysaz, müsbət qiymət də qoysaz, bunun cavabı həmişə müsbət alınır. Ona görə, mənfi alınmayacağına görə ən kiçik qiymət 0-dır. Bu getdi 0-a, digər də getdi 0-a, cavab olur mənfi 23.
Deməli, bunun cavabı oldu mənfi 23. İndi baxırıq 22-ci suala. 22-ci suala baxaq. Kök altında 7-nin kvadratı, üstəcə kök altında 3-ün xaricdən kvadratı, çıx kök altında mənfi 3-ün kvadratı, üstəcə kök altında mənfi 7-nin kvadratı. Deməli, dedi ki, ikilər gedir, modulda kökdə 7 çıxır, burada da ikilər gedir, üstəgəl 3. Baxın, bu xaricdən kvadratdır deyə, onsuz 3 müsbət ədəddə özü çıxır. Çıxılsan, ikilər gedir, modulda mənfi 3, üstəgəl ikilər gedir, modulda mənfi 7. Cüt dərəcədən modulda çıxardırıq. Bərabərdir. Modulda 7-dən 7 çıxır, üstəgəl 3 minus mənfi 3-dən 3 çıxır, üstəgəl mənfi 7-ni də modul eləyir, müsbət 7. 10 çıx 3, üstəgəl 7, bu da eləyir 14. 13-cü suala baxırıq. Deməli, 13-cü sualda uşaqlar yadınızda saxlayın. A əgər 2 ardıcıl ədədin hasilidirsə, kök altında A üstəgəl kök altında A üstəgəl, baxın, belə sonsuz sayda davam eləyirsə, toplamı olanda böyük ədədə bərabər olur. Çıxma olanda isə kiçik ədədə bərabər olur. Bu da bərabərdir n-ə. Bizim qaydamız. Deməli, 56 hansı ədədlərin hasilidir? 7-dən 8-in. Cəm şəklində verilib. Deməli, cavabım nə olacaq? 8. İndi baxırıq 24-cü suala. 24-cü sualda kök altında 3-cü dərəcədən kök altında 3-də 1, üstündə mənfi kökdə 3, qüvvəti kökdə 3. Uşaqlar, hansısa bir ədədin üzərində n, yəni qüvvəti n, bu deməkdir ki, a üstündə n vurulsun m. Gəlin, bax, bunu da belə yazaq. Belə kök altında, 3-cü dərəcədən kök altında 3-də 1 üstü, mənfi kökdə 3-ü, müsbət kökdə 3-ə vuranda mənfi, baxın, mənfi kökdə 3 vurulsun kökdə 3. Kökdə 3-ü kökdə 3-ə vuran 3 eləyir, bu eləyir mənfi 3. Üçüncü dərəcədən 3-də 1 isə göstərək. 3-də 1 üstü, bunun qüvvəti 1-dir də. 3-də 1 üstü 1, 3-də 1 eləyir. Bu eləyir, baxın uşaqlar, a üstündə n-ci dərəcədən kök altında a üstündə m bərabərdir. A üstündə n-də m, yəni dərəcənin məxrəci yazırıq. 3-də 1 üstü yazacağım. 3-də 1. Yəni, bu 3-ü yazdım məxrəcə, 1-i yazdım sürətə. Düzdür? Bu da bərabərdir. Üçdə 1 üstü, 3-də 1, bir də qüvvətində nə var? Mənfi 3 var. 3-də 1 üstü, mənfi 1. Yəni, 3-də 1-i mənfi 3-ə vuranda eləyir mənfi 1. Bərabərdir. 3-də 1-in tərsi, uşaqlar, bizə verir. 3-də 1-in tərsi bizə verir 3. Sürətin və məxrəcinin yerini dəyişirik. Baxaq 25-ci sual. Deməli, 25-ci sualda, uşaqlar, düzgün üçbucaqdırsa, bizdən perimetrini istəyir. Düzgün üçbucaq bütün tərəfləri bərabər olan üçbucaqdır. Perimetri 3 vurulsun a-ya bərabərdir. Düzgün üçbucaqda, bərabər tərəfli üçbucaqda xaricə çəkən çevirən radiusu a kökdə 3 bölü 3-dür. Daxilə çəkən çevirən radiusu a kökdə 3 bölünsün 6-dır. 6-dır. Deyir, radiusların cəmi yazıram. A kökdə 3 böl 3
üstəgəl A köçdə 3 bölünsün 6 bərabərdir 6 köçdə 3-ə. Deməli, 1-in məxrəci 3-dür, 1-in məxrəci 6-dır. Bunlar üçün əçob 6-dır. Deməli, mən bu kəsiri 2-yə vururam. Olur 2A köçdə 3 üstəgəl A köçdə 3 bölünsün 6 bərabərdir 6 köçdə 3-ə. Surətdə 2A köçdə 3 üstəgəl 1A köçdə 3. 2A köçdə 3 bu eləyir, sürət eləyir 3A köçdə 3 bölünsün 6 bərabərdir 6 köçdə 3-ə. Köçdə 3-lər uşaqlar gedir. 3A bərabər olur. 6-nı 6-ya vuranda eləyir 36. Deməli, bizdən perimetri istəyirdi. 3A da bərabərdir 36-ya. 25-in də cavabı eləyir 36.